Salam əziz şagirdlərimiz, xoş gördük sizləri. Bugün sizlərlə İzə Nəşriyyatının 3-cü siniflər üçün olan riyaziyyat kitabından yeni bir mövzumuz olacaq. 6-ya və 7-yə vurma mövzumuzu izah edəcəyəm və yeni testlərimizi işləyəcəyik. İndi isə baxaq mövzumuzu. Əvvəl qaydamızı təkrarlayaq. Bir neçə qrupun hər birində eyni sayda əşya olarsa, əşyaların ümumi sayını vurma əməli ilə tapmaq olar. Məsələn, 8 vurulub 4 neçə eləyir? 32 vuruq hasil. Vuruqların yerini dəyişdikdə hasil dəyişmir. Sıfırı hər hansı bir ədədə vurduqda həmişə 0 alınır. Ədədi 1-ə vurduqda həmin ədədin özü alınır. Ədədi 6-ya və ya 7-yə vurmaq, 6-ya və 7-ni həmin ədəd dəfə təkrar toplamaq deməkdir. Baxın uşaqlar, burada 5 vuraq 6. Nə ediblər? 6-nı 5 dəfə toplayıblar. 4 vuraq 7. 7-ni 4 dəfə toplayıblar. Burada da baxırıq. 1, 2, 3, 4, 5, 6. Neçədir? 6-dır. 5 dəfə ədəd oxundu, göstərilir. Nədir? 30 alınıbdır. Burada da eyni qayda ilə. Baxırıq çalışma birimizə. Hesablayın. 6-nı 5-ə vursaq neçə eləyər? 30. Yazırıq 30. 4-ü 7-yə vursaq neçə eləyər? 28. 8-i 6-ya vursaq 48. 7-ni 5-ə vursaq 35. 6-nı 2-yə vursaq 12. 3-ü 6-ya vursaq 18. İndi isə baxaq ikinci çalışmamıza. Boş xanalarda uyğun müqayisə işarələrini yazın. 6-nı 5-ə vursaq neçə eləyər? 30. 5-in üstünə 25 gəlsək 30. Nə oldu? Bərabər oldu. 9-u 7-yə vursaq neçə eləyər uşaqlar? 63. 67-dən də 6 çıxsaq neçə qalar? 61. Demək hansı böyükdür? 63. 7-ni 3-ə vursaq 21, 6-nı 4-ə vursaq 24. 7-ni 2-yə vursaq 14, 8-i 7-yə vursaq 56. Hansı böyükdür? 56 böyükdür. Bu qayda ilə də misallarımız davam edir. Baxağın elə ardına da 5-i 6-ya vursaq 30, 5-i 2-yə vursaq 10. 25-dən 4 çıxsaq 21, 7-ni 3-ə vursaq 21. Bərabərdir. 9-u 7-yə vursaq 63, 69-dan 6 çıxsaq 63. Nədir? Bərabərdir. Burada da baxırıq 8 dəfə 6-ın 48, 7 dəfə 5-in 35, 48 35-dən böyükdür. Keçirik çalışma 2-yə. Baxağın uşaqlar çalışma 2-yə. Bir dəqiqə. İfadələrin cavablarını yüzlük kvadratında göstərin. Baxağın. 4 dəfə 7-in 28. 6 dəfə 5-in 30. 3 dəfə 9-un 27. 7 dəfə 7 49. 6 dəfə 6-ın 36. 8 dəfə 7-in 56. İndi baxırıq yüzlüyümüz nədir? Kvadratımız nədir? 1-dən 60-a kimi. Baxırıq 28 harda yerləşər? 10-dursa 10, 20. Burada 2 addım. Demək ki 30, 29, burada 28 yerləşir. İşarə eləyirəm. 28 yerləşər. 30-umuz harda yerləşər? Burada. 30 da buradadır. 27, 28-dən bir dama. 36, 30-dursa 2, 4, 6. 30 da burada yerləşər. 49, 30, 40, 50, 49 da burada yerləşər. 56 da 64-dən 4 bu yana 2, 4, 6, 56 da burada yerləşər. İndi isə baxırıq çalışma birimizə. Mağazada hər biri 7 kiloqram olmaqla 8 yeşik alma və hər biri 4 kiloqram olmaqla 6 yeşik armud var. Meyvələrdən 43 kiloqramı satıldı. Neçə kiloqram meyvə qaldı? Əvvəl nə edirik? 7-ni 8-ə vururuq. Bir dəqiqə. 7-ni 8-ə vururuq. Neçə eləyir? 56.
Yazırıq buradan 56. 6'nı da 4'e vururuq 24. Bunları toplayırıq. 56'nın üstünə 56'nın üstünə 24 toplayırıq. Neçə edir? 6'nın üstünə 4 gələndə 10. 0 yazırıq. 1 yadda 5'in üstünə 2 gələndə 7, bir də 8. 80. İndi nə edirik? 80-dən 43'ü çıxırıq. 0'dan çıxmaq olmur. 10'dan 3 çıxanda 7 qalır. 7'dən 4 çıxanda 3 qalır. Demək neçə oldu? 37. 37'yə də hansı variantımız uyğun gəlir? C bəndimiz uyğun gəlir. Keçirik ikinci sualımıza. Aşağıdakı vurma əməllərinə hansının nəticəsi tək ədəddir? Baxaq uşaqlar. 5'i 7'yə vursaq 35. 35. 6'nı 4'ə vursaq 24. 8'i 7'yə vursaq 56. 6'nı 7'yə vursaq 42. Hansı tək ədəddir? Əlbəttə ki, A bəndimiz tək ədəddir. Keçirik üçüncü sualımıza. Baxaq. Gülşən 1'i 8 manata 6 kitab və 1'i 7 manata 9 qələm qabı aldı. Satıcıya 150 manat pul verdi. Satıcı Gülşənə nə qədər pul qaytardı? Əvvəl nə edirik? Gülşən 8 manata 6 kitab alıb. 8'i 6'ya vursaq neçə edir? 48. 7 manatdan da 9 qələm qabı alıbsa 7'ni də 6'ya vursaq neçə edir? 7'ni 9'a vursaq 63 edir. Bunları toplayırıq. 8'in üstə 1 gəldik. 3 gəldik. 11. 1 yazırıq. 1 yadda. 6'ın üstə 4. 10. 1 də 11. 111. İndi nə edirik? 150'dən 111'i çıxırıq. Cavabımız neçə qalır? 39. B bəndi. Keçirik 4-cü sualımıza. Baxaq uşaqlar. 4-cü sualımızda deyir ki, 4, 5, 6-cı sualları cədvələ əsasən hesablayın. Əvvəl nə edirik? Vurmadır. 6'nı 8'ə vursaq neçə eləyər? 48. Sonra nə edirik? 6'nı 9'a vursaq neçə eləyir? 54 eləyir. 7'ni 9'a vururuq 63. 7'ni 8'ə vururuq 56. İndi baxaq. Simvolu ilə göstərilmiş ədəddən 500'lük 6 təklik 8 onluq qədər böyük olan ədədi onluqlar mərtəbəsinə qədər yuvarlaqlaşdırın. 4'ə baxırıq uşaqlar. Nə deyir? 500'lük, yəni 5, 8 onluq deyir, 6 təklik deyir. 586 nə edirik? 56'nı çıxırıq. Simvolumuz nədir? 56. 56 çıxırıq. Cavabımız neçə qalır? 642. Toplayırıq, heç çıxmırıq. 42. Onu da yuvarlaqlaşdırsaq neçə eləyər? 640 eləyər. Cavabımız olur C bəndi. İndi isə baxırıq 6-cı sualımıza. Baxaq uşaqlar 6-cı sualımıza. Ədədi ilə 297 ədədinin cəmi 835-dən nə qədər kiçikdir? İndi baxırıq. Üçbucaqda hansıdır? 54. Eləmi? 297'nin üstünə 54 gələcək. Neçə eləyəcək? 351. 835'dən də 351'i çıxırıq. 835. Çıxsaq neçə qalır? 484. Cavabımız olur B bəndi. 484. İndi də baxırıq 6-cı sualımıza. Baxaq uşaqlar, yenə cədvəllə gedirik. Hansı simvollarla göstərilmiş ədədlərin cəmi onluqlara qədər yuvarlaqlaşdırsaq 120 edər. Baxaq uşaqlar. Hansı edər? Bu dairəvi neçə idi? 48, 56. 48 ilə 56'nı toplasaq 104 olmur. C bəndinə baxağın 3 bucaq. 3 bucaq neçə idi uşaqlar? 54. Yazırıq 54. 6 bucaq neçə idi? 7'ni 6'ya vururduq 63. 63 toplasaq neçə eləyər? 7'nin üstünə 3'ün üstünə 4 gəlsək 7 eləyir. 5'in üstünə 6 gəlsək 11. Yuvarlaqlaşdırsaq neçə eləyər? 120. Demək hansı cavabımız uyğun gəlir? C bəndimiz uyğun gəlir. Keçirik 7-ci sualımıza. Ədəd oxunda hansı vurma əməli təsvir olunmuşdur? 1, 2, 3, 4, 5, 6. 36-dırsa 6'nı 6'ya vururuq 36. Cavabımız olur C bəndi. Baxırıq 8-ci sualımıza. Modellə verilmiş vurma əməlində hansının cavabı ən böyükdür? Baxaq, burada neçədir? 7 5'ə vurulur 35. C bəndinə baxaq. 7 3'ə vurulur 21.
D bəndinə baxsaq 5 5-ə vurulub 25. B bəndinə baxsaq 8 6-ya vurulub 48. Demək hansıdır? B bəndimizdir. Baxırıq 9-cu sualımıza. Baxaq uşaqlar. Çərçivədəki vurma əməli ilə bağlı hansı fikir doğrudur? Əvvəl baxaq 9-u 7-yə vursaq neçə edir? 63 edir. Baxaq A bəndinə. Hasildən 376 vahid böyük olan ədəd 449-dur. 449-dan 63 çıxsaq neçə qalar? 386. Demək bu səhvdir. Baxırıq. Hasil 7 onluq 3 təklikdən ibarətdir. Xeyr. 6 onluq 3 təklikdən ibarətdir. Hasil cüt ədəddir. Xeyr. Tək ədəddir. Baxaq D bəndinə. Hasil ən böyük 3 rəqəmli ədəddən 936 vahid kiçikdir. Ən böyük 3 rəqəmli ədədimiz hansıdır uşaqlar? 999. 63 çıxsaq neçə qalar? 936. Demək nədir? D bəndimiz uyğundur. Keçirik 10-cu sualımıza. Baxaq uşaqlar 10-cu sualımıza. Müqayisəsini ödəyən ən kiçik ədədlə 398-in cəmi. 8-i 7-yə vursaq neçə eləyər? 56. Eləmi? 8 dəfə 7-dən 56 edir. Müqayisəsini ödəyən ən kiçik ədəd hansı olar? 57 olar. 56-dan böyük olmalı. Biz nə edirik? 398 toplayırıq 57. 7-nin üstə 8 gəlsək 15, 5 yazırıq. 1 yadda 9-un üstünə 5 gəlsək 14, 1 də yadda 15, 3, 1 də 4. Cavabımız neçə oldu? 455. Hansı bənd uyğun gəlir? D bəndimiz uyğun gəlir. Keçirik 11. İndi isə baxaq 11-ci sualımıza. 2 ədədin hasili 42, cəmi 13 olarsa bu ədədlərin kiçiyini tapın. Ədədin cəmi deyərsə 7 toplayaq 6, 13. Hasıl deyərsə 7 vuraq 6, 42. Ən kiçiyi hansıdır? 6-dır. 6-nı 5-ə vursaq neçə eləyər? 30. Baxırıq 12-ci sualımıza. Yuxarıdakı cədvəldə doğru olan misalları rəngləsək, hansı bənd doğru olar? 7-ni 8-ə vursaq 56, doğrudur. 6-nı 5-ə vursaq 35, yanlışdır. 6-nı 9-a vursaq 54, 59 eləmir, yanlışdır. 7-ni 6-ya vursaq 42. Cavablara baxsaq, D bəndimiz uyğun gəlir. Əziz dostlar, bu günlük bu qədər. Bu cür dərslərin davamlı olmağını istəyirsinizsə kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Sağ olun dostlar.